Salam, xoş gördük hər birinizi, əziz müəllimlər. İnteqrasiya mövzusu ilə bağlı testlərimizə baxaq. 1. Biologiya fənnindən. Müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzərində ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Biz indi burada saxlayırıq. Bu biologiya fənnidir, amma ekvatorial, mülayim və qütb iqlim zonaları sair dünya xəritəsi üzərində nəsə iş görülür. Coğrafiya bizə özünü xatırlatdı burada. Coğrafiyanı yadda saxlayırıq. Yəni, fənlər arasına artıq toxunduq. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüyünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin canlıların yayılmasına təsiri barədə necə nəticə çıxarmağı tapşırır. Olsun. Bax, biz burada şagirdin öz müşahidəsi əsasında həyatda qarşılaşdığı bir problemi görmədik. Müəllim tapşırıq verdi və dərsdə coğrafiyada öyrəndiyi məlumatı biologiya fənnində tətbiqini istədi. Təbii ki, bu coğrafiya və biologiya arasında fənlər arasıdır. Fənüstü inteqrasiya yoxdur, çünki konkret fən biliklərini fəndə tətbiq edir. Burada yoxdur. Digər tərəfdən fən daxili də yoxdur, çünki biologiyada məzmun xəttlərinə baxırsınız bu zaman. Canlı orqanizmlər, strukturlar, funksiyalar və proseslər, çoxalma və irsiyyət, canlılar və ətraf mühit, təkamül və biomüxtəliflik, insan sağlamlığı. Mən baxıram, burada bir neçəsi arasında əlaqə və yaxud iki nüans eyni məzmun xəttindən ola. Bunlar arasında əlaqə yoxdur. Buna görə birinci sual olacaq A bəndə. Cavab olacaq fənlər arası. Sual 2. Şagirdlərə tapşırılır ki, məktəbin həyətində və ya evlərin ətrafında rast gəlinən iki fərqli bitki növünü seçsinlər. Onlar bu bitkilərin böyüdüyü mühit şəraitini müşahidə etsin, iki fərqli bitki seçsin, böyüdüyü şəraiti müşahidə etsin, bitkilərin indi şəraiti orada yazıb, işıq, rütubət, torpaq xüsusiyyətləri və s. müşahidə etsin, bitkilərin yarpaq quruluşu və xarici görünüşündəki fərqləri qeyd etsin. Yarpaq quruluşu və xarici görünüşündəki fərqlər. Bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəklərini izah etsin. Hansı inteqrasiya reallaşır? Biz biologiya müəllimləri olaraq düşünməliyik ki, birinci, məzmun xəttini bilməliyik. Məzmun xəttimiz nə idi bizim məsələn? Canlı orqanizmlərin strukturlar, funksiyalar və proseslər. Bizdə buna bir toxunur. Bizə deyir ki, iki fərqli bitki növündən bax, yarpaq quruluşu və xarici görünüşündəki fərqlər bu strukturlara aid ola bilər. Digər tərəfdən canlılar və ətraf mühit hissəni burada görürük. Bizə deyir, bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəyini izah etsinlər. Biz burada nə gördük? Biologiya fənnində iki müxtəlif məzmun xəttini gördük. Müxtəlif məzmun xəttləri də fən daxili, yəni hər ikisi fənnin daxilindədir. Biologiya fənni ilə bağlıdır, başqa bir fən yoxdur. Və müəllim tapşırıq verir, biologiya fənni ilə iki nüansı göstərir. Fən daxilidir, amma burada var şaquli, üfüqi. Və biz burada nə gördük? Müxtəlif məzmun xəttləri arasında əlaqə. Sinif daxili olacaq, üfüqi inteqrasiya. Cavab B bəndi. Üçüncü sual. Şagirdlərdə müxtəlif canlılarda, balıq, quş və məməli, fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Müxtəlif canlılarda fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksional üstünlüklər yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşamasına necə xidmət etdiyini əsaslandırmalıdırlar. Müəllim bu tapşırıq verir şagirdlərə. Həmin tapşırıq hansı inteqrasiyanı formalaşdırır? Və bunun izahı belə olacaq bizdə. Bizə deyir ki, balıq, quş və məməli bu heyvanların tənəffüsündə fərqlər biologiyanın daxilində müqayisə aparmaqdır. Bu fən daxilidir. Fən daxilini tapdıq. Bir də eyni zamanda burada
onların yaşadığı mühit xüsusiyyətlərini nəzərə almaq var. Bu ekologiya və coğrafiya, xüsusən coğrafiya ilə əlaqəlidir, qismən coğrafiya ilə əlaqəlidir və mühit xüsusiyyətləri coğrafiya, fənlərarası və həmin o balıq, quş və məməlilərin tənəffüs fərqi isə necə baş verdiyini müqayisə etmək, fən daxili inteqrasiyadır. Fənlər arası və fən daxili olacaq. Cavab A bəndi. Növbəti sual. Sual 4. Son günlərdə məktəbin bir neçə şagirdi dərsdə tez yorulduqlarını, idman dərsində nəfəs darlığı yaşadıqlarını və diqqəti dərsə cəlb etməkdə çətinlik çəkdiklərini deyirlər. Son günlər şagirdlər belə bir ifadə işlədir. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivlik ilə bağlı araşdırma aparırlar. Olsun, fiziki aktivlik ilə bağlı araşdırma aparır, riskli hallar müəyyən edir və sağlam həyat tərzi ilə bağlı rejim hazırlayırlar. Bax, bu verilən yuxarıdakı tapşırıq inteqrasiyanın hansı sahəsini təmin edəcək? Müşahidə edilən və şagirdlərin real həyatda, bax, bu necə olacaq? Şagirdlər sağlam həyat tərzi və fiziki aktivlik ilə bağlı araşdırma aparır, riskli halları müəyyən edir, sağlam həyat tərzi ilə bağlı rejim hazırlayırlar. Məsələ real həyat problemi üzərində qurulur və şagirdlər praktik həll yolu, məsələn, sağlam həyat tərzi rejimi hazırlayırlar. Bax, bu real həyat problemi üzərində qurulub və problem həll olunduğundan fən üstü inteqrasiya olacaq. Özlərinin müşahidə etdiyi problemli vəziyyət və bunu aradan qaldırmaq. Ona görə də yalnız fən üstü olacaq. Fənnin daxilində və fənlər arasında əlaqə müşahidə olunmur. Cavab B bəndi. Biologiya fənni ilə bağlı verəcəyimiz izah bu qədər. Sağ olun, Allah'a emanet qalın.